Keçək digər bir məlumatımızı sizə təqdim edim. Birinci rübdə sosial müavinət və prezidentin aylıq təqaüdünü alan şəxslərin sayı da məlum olub. Görək onların sayı neçədir? Bu barədə əməkdaşımız Fidan Mədətova informasiyanı bizdən bölüşəcək. Fidan, salamlayıram səni. Qısa bir məlumatı mən təqdim etdim. Buyur, eşidirik səni. Salam Aynur, hər vaxtınız xeyir olsun. Beləsində müəyyən qədər məlumatı verdiniz. Ölkədə sosial siyasət çərçivəsində həyata keçirilən tədbirlər daimi olaraq davam eləməkdədir və bu istiqamətdə aidiyyatı qurumlar da öz işlərini həyata keçirməyə davam eləyirlər və bunlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Daha doğrusu Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan bəzi açıqlamalar var. Bunlarla bağlı olan detalları sizlə bölüşmək istəyirəm. Cari ilin birinci rübündə, yəni bu ilin birinci rübündə vətəndaşlara ödənilən sosial müavinətlərin eyni zamanda prezident təqaüdünün məbləği də açıqlanıb və nə qədər şəxsə verildiyi də açıqlanıb. Bununla bağlı olan statistik rəqəmləri sizlə bölüşəcəm. Belə ki, bu ilin birinci rübündə 475 min nəfərə sosial müavinət, 402 min nəfərə isə prezident təqaüdü verilib, ödənilib. Məbləğə gəldikdə isə həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 275 milyon manat, prezident təqaüdləri üzrə isə 173 milyon manat ödənildiyi ilə bağlı məlumatlar var. Eyni zamanda yanvar-mart aylarında 39 min, sosial ödənişlərin elektron qaydada həyata keçirilməsinə başlanıldığı dövrdən bəri isə söhbət 2019-cu ildən gedir. Məlum olduğu üzrə 2019-cu ildən bəri artıq elektron qaydada həmin ödənişlər həyata keçirilir. E-sistem üzərindən proaktiv qaydada ödənişlərin həyata keçirilməsi prosesinə başlanılıb. Həmin dövrdən bugünə qədər olan statistik rəqəmlər də açıqlanıb. Bununla bağlı olan detala toxunduqda isə qeyd edəcəyik ki, 761 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən ödənilib. Yəni elektron sistem üzərindən ödənişlər proaktiv qaydada həyata keçirilib. Mənim sizlə hazırda bölüşdüyüm informasiyalar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun açıqlamaları idi ki, hansı ki, məhz belə deyək, nə qədər şəxsə prezident təqaüdünün ödənildiyi ilə bağlı, nə qədər vətəndaşa isə məhz sosial müavinətlərin ödənildiyi ilə bağlı olan həm məbləğin göstəriciləri, eyni zamanda şəxslərin, vətəndaşların sayı ilə bağlı statistik rəqəmlər var idi. Əldə elədiyim son informasiyaları sizlə bölüşməyə çalışdım. Aynur, mənim çatdıracaqlarım bu qədər idi. Təşəkkür edirəm. Minnətdaram sənə Fidan. Məlumatı bizimlə tamaşaçılarımızla bölüşdüyün üçün keçək istəyirəm digər bir